Bismillahirrahmanirrahim. İnna enzelnahu fi leyletil qadr. Ve ma adraka ma leyletul qadr. Leyletul qadri hayrun min alfi şehr. Tenezzelul melaiketi ve ruh fiha biizni rabbihim min kulli amr. Selamun hiya hatta matla'il fecr. Sadaqallahul aliyyul azim. Peygamber ve ali peygambere salavat zikredir. Allahümme salli ala Muhammed ve ali Muhammed. Həcir fərəzə. Artıq sonuncu Qədir gecəsindəyik. Bu iki Ramazan ayının sonuncu Qədir gecəsi əlimizdən çıxır. Mübarək ayın, bərəkətli ayın bitməyinə də artıq sayılı günlər qalıb. Bir neçə gündən sonra mübarək ay da əlimizdən çıxır. İnşallah hər il olduğu kimi bu ildə sonuncu Qədir gecəsində Allahla münacat eləyəcəyik. Allaha dərdlərimizi deyəcəyik, Allahla danışacaq. Allahdan hacətlərimizi istəyəcəyik. Bu gecə duaların qəbul olunan gecəsi, günahların bağışlanan gecəsidir. Bu gecə elə bir gecədir ki, bugün bu qapıdan bağışlanmayan bir bəndə qalmayacaq. Allah hər birimizin günahlarını bağışlayacaq. Allahdan arzumuz, istəyimiz, İnancımız budur ki, bu qapıdan pak bir şəkildə çıxacaq inşallah. Və bu gecə elə bir gecədir ki, 1000 aydan daha xeyirli bir gecədir. Bu gecə elə bir gecədir ki, bu gecədə bilirsiniz, mələklər yer aləmindədirlər. Bizlər üçün dualar eləyirlər. Bizim bağışlanmağımız üçün dualar eləyirlər və bizim dualarımıza amin deyirlər. Bu gecə elə bir gecədir. Elə möhtəşəm bir gecədir. O qədər mehriban Allahımız var, o qədər rəhimli, mərhəmətli Allahımız var ki, vallahi billahi, insan ona qarşı bəzən günah eləməyə həya edir, utanır, xəcalət çəkir. Çox rəhimli Allahımız var. Bax, bu gecə deyilən münacatdır. Bir-bir oxuyacam, görəcəksiniz, nə qədər rəhimli Allahdır o, nə qədər mehriban Allahdır o. Baxın, bir dənə xəstələr üçün dua elədikdə, bir dənə bu misala bax, insanı özündən alan bir hadisədir. Görürsən, bax, bayaq dua elədik, xərçəng xəstələri var, bəziləri çarəsiz haldadır artıq. Görürsən, bir insan da xəstələnir, özünə baxmır, fikir vermir, qəflətdə olur, canı çox ağrıyır, aparırlar həkimə, hamımızın ətrafında olub da, həkim nə deyir? Deyir, gecikdin. Yaxınlarına deyir, aparın evə gözləyin, mənim əlimdən bir şey gəlmir, hə? Yaxınlar çarəsiz halda evdə əyləşib gözləyirlər, əldə bir şey gəlmir. Sağalmaz bir xəstəlikdir, gecikibdir. Amma biz bu qədər günah içindəyik, nə qədər günahlar eləyik Allaha. Gedirik Allahın qapısına ki, ya Rəbbim bizi bağışla, tövbə eləyirik. Allah deyir, mən də səni bağışladım. Ya Rəbb, gecikib gəlmişik, deyir, bağışladım. Gedirsən o qapıya, Allah bilirsən nə deyir, deyir, xoş gəlmişsən bəndə. Bu qədər günahla ged Allahın qapısına, Allah deyir, xoş gəlibsən. Nə istəyirsən? Nə istəyirsən ey bəndəm? Ya Rəbbim, bağışlanmağa gəlmişəm, günahlarımla gəlmişəm. Bir ey əziz bəndəm, mən sənin günahlarını bağışladım. Nə qədər rəhimli Allahdır bu. Bu qədər günahlar elə, Allah deyir, mən səni bağışladım. Bağışlayan, rəhm edən, mehriban Allahım. Biz bəndələrin bu gecə cəm olmuşuq bura, gəlmişik sənin qapıva. Ya Rəbbəl aləmin, bilirik, gec gəlmişik. O qapıya gəlməyə gecikmişik, amma ya Rəbbəl aləmin, sənin rəhmət və ümidvar olub gəlmişik. Allahım, biz bilirik sən nə qədər rəhimli Allahsan. Günahlarla gəlmişik, düzdür. Amma ya Rəbbəl aləmin, biz bilirik ki, sənin rəhmətin ki var, ha, bizim günahlarımızdan da böyükdür. Bizim günahlarımızdan da üstündür, günahlarımızdan da genişdir. Allahım, sən bizi qapından bağışlanmamış yeri qaytarma. Necə ki, bu misalı çox işlədirəm mən, çox xütbələrdə deyirəm, elə yeri də qoy deyim də, mövzuya uyğundur. Bir günahkar olur, ahirətin günündə. Daim günah eləyib, əlində bir yaxşı əməli də yoxdur, xeyir əməli də yoxdur, gətirirlər Allahın hüzuruna. Allah mələklərinə buyurur ki, bunun bir xeyir əməli yoxdur, günahkardır. Aparın bunu cəhənnəmə. Bir bəndəni aparırlar, bir sönüb arxaya baxır, iki sönüb arxaya baxır. Allah deyir, saxlayın. Bəndəmin nəsə sözü var. Ey bəndəm, nə istəyirsən?
Deyir, ya Rəbbel aləmin, mən bunu gözləmirdim. Mən də nə gözləyirdin? Deyir, axı mən gözləyirdim, sən rəhimli Allahsan. Sən məni bağışlayıb cənnətə salacaqsan. Allah mələklərə bu işi apara salma cənnətə. Sonra Allah bilirsin nə deyir? And olsun izzət və cəlalıma o bəndəm yalan deyirdi. O bu dünyada olanda mənim rəhmətimə ümidi yox idi. Ümid harada yaranda? Ahirətdə. Ahirətdə yaranan ümidə görə Allah o bəndən saldı cənnətə. Bu qədər rəhimli, bu qədər mehriban Allahımız var bizim. Çox rəhimlidir. Ya Rəbbel aləmin, biz bilirik. Sən o qədər rəhimli Allahsan ki, biz ölüm ayağında belə tövbə etsək, sən sevinib bizi bağışlayacaqsan. Amin. Sevinib bizi bağışlayacaq. Ölüm ayağında tövbədə. Belə bir şey olmayıb. Heç vaxt olmayıb ki, Allah birinə tövbə etmək izni versin, amma onu bağışlamasın. Bu mümkün deyil. Birinə ki, tövbə etmək icazə verdi, Allah onu deməli bağışlamaq istəyir, bağışlayır da. O qədər rəhimlidir Allah. Allah'ım etiraf eləyirik, günahlarımızı etiraf eləyik. Ya Rəbbel aləmin, bilərəkdən çoxlu günahlar etmişik. Bilirdik o günahları eləsək sənin xoşuna gəlməyəcək. Bilirdik ya Rəbbel aləmin, o etdiyimiz günahlardan sənin xoşun gəlmir. Amma Allah'ım biz o günahları elədik. Bizim o günahlarımızı bağışla ya Rəbbel aləmin. Və bilirdi ki, ya Rəbbim, hamımız bilirik, etdiyimiz günahın cəzası da var. Amma ya Rəbbel aləmin, yenə o günahlar elədik. Bilirsiniz də, bir dəstə insan var. O dəstə dua eləyən zaman Allah mələyinə buyurur ki, bəndəmin hacətini vermə. Niyə ya Rəbbim? O bəndəmin yalvarı səsindən xoşum gəlir. Allah istəyir bizlə danışsın. Biz onunla danışaq. Allah bilir də, bizim xislətimizdə var bu. Allah. Hacətimizi alan kimi o qapıdan ayrılırıq. Hacətimizi alana kimi Allahın qapısındayıq. Amma hacət ki aldıq ha, Allahın qapısından çəkilirik. Beynimizi dolduran sual nədir? Filan kəslər günahkardır, Allah ondan nə istəyir, Allah verir ona. Allah o dəstə üçün birisi nə deyir? Deyir, bir dəstədə insan var. Çoxlu günahkardır, Allah onların səsini sevmir. Onlar nəsə istəyəndə Allah buyurur mələklərinə ki, o dəstənin hacətini ver. Niyə ya Rəbbim? Onlar ki günahkardır, Allah deyir, olan səsini eşitmək istəmirəm. Allah'ım, bizim səsimizi sənin sevdiyin bəndələr var, onların səsindən qərar ver. Allah'ım, bizlər bilərəkdən o qədər günahları etdik ki, amma sən o qədər rəhimlisən, bizim etdiyimiz günahlar var, hamısının üstünü örtüb. O qədər günahlarımız var, hamısının üstünü örtüb. Heç kimin yanında açmadı, heç kimə rüsvay eləmədi. Hansımızın günahını digərimiz bilir. Allah hamısının üstünü gizlədir. Halbuki, ya Rəbbel aləmin, digər bəndələrin bizim o günahlarımız ki eləyirik, onları bilsəydilər bizi rüsvay eləyərdilər. Digər bəndələrin yanında açardılar. Biz rüsvay olardıq Allah'ım. Amma sən o qədər mehriban Allahsan ki, bizim bütün günahlarımızın üstünü örtdün. Ayəmiz var da, ən sevdiyimiz ayə, Zümər surəsinin 53-cü ayəsi, birinci qədirdə danışdım buna. Ey mənim günah işlətməklə özünə zülm vermiş, həddini aşmış bəndələrim. Ya ibadiyə, mənim bəndələrim, Allah deyir. Günahkar deyə, hansı günahkardan günah işlətməklə özünə zülm verib. Günah eləməklə həddini aşıb Allah deyir, o mənim bəndələrimdir. Deyir, Allahın rəhmətindən ümidimi üzmə. Nə qədər günahın çox da, mənim rəhmətimdən çox deyil. Mənim rəhmətimdən Allah deyir, ümidimi üzmə. Allah sonra ayədə buyurur. Allahın rəhmətindən ümidin üzən kafir olar. Üzmə ümidimi. Və sonda biz nə deyir? Allah mehriban, bağışlayan və rəhimlidir. Nə qədər günah eləsən də Allah deyir, mən bağışlayaram. Necə deyir, gəl mənim qapıma. Gəl mənim qapıma, məndən bağışlanma istə. Allahım, biz sənin mehriban olduğu bilərək gəldik o qapıya. Allah'ım, biz günah elədik. Sən bizi cəzalandırmadın. Amma bizlər cəzalanmağa layiq idi, ya Rəbbel aləmin. Etdiyimiz günahın cəzası var idi. Sən bizi cəzalandırmalıydın, amma sən bizi cəzalandırmadın. Sən bizlə necə davrandın? Öz rəhmətinlə davrandın. Vay o gündən qəzəbi ilə davranardı, insan nə hala yolardı. Amma günah qarşısında Allah bizlə öz rəhməti ilə davranır.
Amma ya Rəbbim, bizlər sənin bu qədər rəhmətin qabağında ayılmaq istəmirik. Qəflətdəyik. O qədər rəhimlisən, bu qədər günahın qabağında bizlə öz rəhmətindən davranırsan, biz ayılmaq istəmirik. Elə hey günahlar edirik, amma sənin rəhmətin çox genişdir, ilahi. Sənin rəhmətin bizim günahlarımızdan da genişdir, Allahım. Sənin rəhmətin bizim günahlarımızdan da böyüdür, ya Rəbbim. Biz sənin rəhmət və ümidvar olub bu gecə gəlmişik sənin qapıva. Bir dənə də hadisəni danışım. Bir günahkar övladdır. Bu övladın işi, gücü daim günah eləmək olub. Belə də yazırlar. Və yazırlar ki, bir dəfə olsun Allahın qapısına getməyibdir. Daim günahlar eləyib. Ölüm ayağındadır, anasına vəsiyyət edir. Anacan, baxın, bir dənə bunu da deyim, keçmiş dövrdə belə idi, o vaxtki dövrdə. İnsan ki, çoxlu günahlar eləyərdi, onu dəfn eləməzdilər. Və dəfn etsəydilər də, heç bir insan onların dəfnində iştirak eləməzdi, çox günahkarın. Bu da anasına vəsiyyət edir, anacan, mən ki, dünyamı dəyişdim, sən mən öləndə məni bağla bir dənə parçaya, yaşadığımız məntəqədə gəzdirərsən, süründürərsən. Ana ürəkdən, amma oğlun da vəsiyyətidir. Oğul dünyasını dəyişir, ana bağlayır onu bir parçaya. Ürəyi yana-yana da olsa, gəzdirir məntəqədə. Deyir, Allahım, sağlığında günah eləyən, Allahım, sağlığında sənin qapıva gəlməyən bəndəni gətirmişəm sənin qapıva. Allah həmən dövrün Peyğəmbərinə vəhy eləyir. Get o anaya denən ki, mənim bəndəmin hörmətini sındırmasın. Eləməsin, saxlasın. Və buyurur arxasında, bizlər həmən əziz bəndəmi əziz qonağımız kimi qarşılayacaq. Allah deyir, hansı bəndəyə? Daim Allah qapısına getməyən bəndəyə. Son anda ayıldı, ölüm ayağında ayıldı ki, mən səhvlər eləyirdim. Mən Allah qapısına getməliydim, getmədim. Allah yenə belə, ölüm ayağında son anda ayıldığına görə onu öz əziz qonağı kimi qarşılayır. Qoymur bəndən hörməti sınsın. Biz də sonuncu qədir gecəsi yalvarırıq sən Allahım. Bizim əlimizdən tut, bizi öz başımıza buraxma ya Rəbbəl aləmin. Bizi öz günahlarımız ki var, onunla baş-başa buraxma Allahım. Bu günahlardır ki, bizi haldan salır. O duada deyir, ya Rəbbəl aləmin, bu günahlarımız ki var, bizim qamətimizi əyir. O qədər günahlar yığmışıq çiynimizə, artıq qamətimiz əyilir. Bizim çiynimizdən ya Rəbbəl aləmin bu günah yükünü götür. Amin. Allahım, bizlər inanaraq, sənin rəhməti və güvənərək bu qapıya gəlmişik, ya Rəbbəl aləmin. Bax, bu vaxtı, gecənin bir yarısı, cəm olmuşuq bura, çox insanlar evində yatır, çox insanlar qəflətdədir. Amma ya Rəbbəl aləmin, biz sənin rəhmətini ki bilirik. Biz bilirik bu gecədə sən vəd vermişsən, bəndələri bağışlayacaqsan. Onu elə könüllü sürətdə cəm olmuşuq Allahım. Gəlmişik səndən bağışlanma istəməyə. Bizi Allahım səndən başqa heç kəs bağışlaya bilməz. Ey mənim Mövlam və Vəlim, duanın gözəlliyinə bax. Ey mənim Mövlam və Vəlim, sən ağasan, bizlərsə quluq. Bəs qula ağadan başqa kim rəhm eləyə bilər? Ya Rəbbəl aləmin, bu gecə o gecədir ki, səndən istəyirik bizə rəhm eləyəsən ilahi. Bir dənə iftitah duası var da, Ramazan ayında oxunmaq gözəldir. Xüsusən də yazılır sübh namazında. Bir neçə kəlmədir, bir neçə kəlməsini seçdim. Onu deyim, bitirim. Görün Allah nə qədər rəhimlidir. İlahi, sənin mənə verdiyin sonsuz nemətlərin müqabilində, Allahım, mənim ki səndən istədiyim var, çox azdır. Sən mənə o qədər nemətlər veribsən. Ya Rəbbim, halbuki, amma ki, o aza elə möhtacıq ki, çox möhtacıq. Halbuki o aza sənin heç bir zaman ehtiyacın olmayıb. O az mənim üçün elə çoxdur ki, ya Rəbbim, amma sənin üçün çox yüngüldür, çox asandır. Ya Rəbbi, bu gecə gəlmişik qapıva, o azı səndən istəyirik ilahi, o azı bizə qismət elə, ya Rəbbəl aləmin. Allahım, sən o qədər rəhimlisən, günahlarımızdan keçirsən. Allahım, bizlər ki səhvlər eləyirik nə qədər, Allahım, onlara göz yumursan.
Allah'ım biz insanlara qarşı, sənə qarşı ya Rəbbim haqsızlıq eləyirik. O haqsızlığa göz yumursan, bağışlayırsan. Allah'ım nə qədər qəbahətlərimiz var. Nə qədər qəbahətlərimiz var. O qəbahətli əməllərimizi gizlədirsən. Bilərəkdən, bilməyərəkdən ya Rəbbim sayını itirmişik. Saysız, hesabsız günahlar eləyirik. O günahların qabağında Allah'ım sən bizə qarşı həlimsən. Allah'ım sən bizə qarşı o günahların qabağında çox mehribansan. Çox rəhm göstərirsən. Və bütün bunlara da mən layiq deyiləm. Sən bunu mənə eləyirsən, mənim səndən nəsə istəməyimə məni iştahlandırırsan. Məni həvəsləndirirsən ki, ya Rəbbi, mən səndən davamlı istəyim. Bu qədər günah eləyirik də Allaha qarşı. Amma o bizlə o qədər rəhmi ilə davranır, rəhməti ilə davranır. İnsan elə hey istəyir, istəsin Allahdan. Davamlı şəkildə istəsin. Ya Rəbbim, sənə güvənərək səni çağırırıq, ilahi. Qorxmuruq, utanmırıq, çünki sən rəhmət sahibisən. Qorxmadan, utanmadan, ya Rəbbim, bu gecə sənlə dərdləşməyə gəlmişik. Sənlə dərdləşirik. Sənə tərəf yönəlməyə ürəklənirik, ya Rəbbəl aləmin. Bax, nöqtə budur, bax. Cavabımız yubanır, Allah'ım, nadanlığımızdan səni günahlandırırıq. Eləmirik? İstəyirik Allah'tan hacətimizi, hacət gəlmir. Ya Rəbbim, nə oldu? Niyə vermirsən hacəti? Allaha üsyan eləyirik. Halbuki, hər şeyin sonunu bilən Allah'dır. Bizə gec cavab verməyində belə xeyir var. Amma biz bunu başa düşmürük. Allaha qarşı nadanlıq eləyirik. O belə bizim xeyrimizədir gecikməyi. Ya Rəbbim, mənim kimi rəzil qura səbr edəcək, sənin kimi kərim bir ağa görmədim. Bizə kim dözə bilər? Bu qədər günahlar qabağında, bu qədər xətaların qabağında bizə kim dözər? Amma Allah bizə səbr eləyir. O qədər kərim bir ağadır. Ya Rəbbim, doğrudan da sən bizi çağırırsan öz qapıva, bizlər isə səndən üst seviririk. Nə qədər bizi dəvət edir. Bizim özümüz, dostlarımızı namaza çağırırıq, qaçırlar bizdən. Deyirik, gəl namaza, gəlmirlər. Biz vasitəyə ya Allah çağırır. Dəvət Allahdandır. Bizə dedizdirir, amma onlar gəlmirlər namaza. Gəlmirlər, Allahın dəvətini qəbulləmirlər. Allah'ım, sən bizi çağırırsan, biz səndən üst seviririk. Sən bizə nəvaziş göstərsən Allah'ım. Biz bəndələr sənə qarşı inad eləyirik. Ya Rəbbim, biz sənin üçün bu qədər dəyərliyik. Ya Rəbb, biz sənin üçün bu qədər önəmliyik. Biz qaçırıq, sən gəlirsən bizə tərəf. Biz səndən üz döndəririk, sən bizdən üz döndərmirsən Allah'ım. Duanız bax, sonra gör nə deyir. Ya Rəbbim, sən mənə öz eşqivə elan edirsən. Öz aşiqliyini mənə elan edirsən, mən isə qəbulləmirəm. Sanki üstünlük bizdədir. Biz bunu eləməliyik Allaha. Allah bizə eləyir, biz inad eləyirik. Üstünlük Allahda da, özümüzü elə aparıq ki, elə bir üstünlük bizdədir. Biz bunu eləyirik, amma bununla belə, ya Rəbbəl aləmin, sən bizə qarşı mərhəmət eləyirsən. Sən bizə qarşı ehsan eləyirsən. Sən bizə qarşı səxavətindən əl çəkmirsən, kərəmindən əl çəkmirsən. Biz belə bir quluq, ya Rəbbim. Nə qədər inad eləsək də, sən bizə elə dayanmadan ehsanlar eləyirsən. Bizlə öz rəhmətinlə davranırsan. Odur ki, son cümləmizi deyək. Ya Rəbbəl aləmin, bu cahil bəndələrin ki, gəlib sənin qapıva, bu günahkar bəndələrin, ya Rəbbəl aləmin, gəlib sənin qapıva, bizə rəhm elə. Ya Rəbbəl aləmin, bizə bol-bol ehsanınla kərəm et. Ya Rəbbəl aləmin, günahların bağışlanan gecəsi sənə yalvarırıq. Bu cəmin bütün günahlarını bağışla. Ya Rəbbəl aləmin, duaların qəbul olunan gecəsi vəd veribsən. Bu gecədə kim nə istəsə duasını qəbul edəcəm. Hərənin qəlbində bir dənə hacəti var. Özü qəlbində saxlasın. Allah'ım, bu cəmin hacətlərini qəbul elə. Allah'ım, bu cəmin müşküllərini həll elə. Esselamu aleykum və rəhmətullah və bərəkatuhu.